Sesini yağmur da başladı yine bugün. Havalar çok soğuk olmaya başladı. Bilmiyorum Bakı'da, Türkiye'de, sizde de böyle. Ya devam et bir yumurta. Dün de 2 tane yumurta almıştım. Başım çıkmıyor. Burada da çok tüyük var bu arada. Dün 4'ünü gördüm. Bugün biri çıktı. Dün 3'ü çıktı. Gördüm, size haber vermedim. Gördüm. Karuftadadır. İstəyir hələ. Nətər yaxşıdır, davamiyyətdən də tökmüşəm videoyu atmadan qabaq. Yağış da elə bil dayandı. Sel kimi yağırdı. Bu da qonşumuzun uşağı ilə qonşumuzdur. Görüm işıq yanırmı? Yəqin toxa bağlıdır. Heç nə olmaz, heç nə olmaz. Yandıraram axşam tərəfi. Sağ olun da. Yumurtayı da göstereceğim birazdan. Ya da sabah göstereceğim. Gör ne güzel otluyor. Ne güzel otluyorlar. Yiyin yiyin yiyin. Sabah deyirəm şey gördüm. Tüyüğü da yumurtalar da. Çıxartmıyor. Əzginə nə oldu? Bir uç deyim Mərət. Mərət. Nar ağacı da büyüdərsən gətirmir. Ay gətir. Qonşumuzun bağında biri toxumlamışdı qırmızı. Deyirəm bizim bağda niyə toxumlamayıb? Qonşunun bağında toxumlayıb. Qonşunun bağı da buradır. İndicə ana uşaq səsi oradan gəlirdi. Nəsə də var. Uf, gör nə gözəl, bal kimi, bal. Böyüyecək qara yeşik. Çaya salaq. Böyüyecək. Mərət teoriya keçib. Ördək də düz yanında. Olmaz. Gilas da toxumlamayıb. Niyə bilmirəm. Yox, toxumlayıb dərsən. Tam bilmirəm. Ha vaxtsa çıxardacaq. Aha, şu ötəli. Çox dadlıdır, çox dadlı. Özüm yemək istəyirəm, özüm. Bal kimidir, bal kimi. Maşallah. Nazar dəyməsin. Onda siz de sağ olun, qoşul tüyüklər, belə hatta onları qoxum. Sağ olun da. Vay. Bunlar da qoşun